İbrahimin ölkəsində Nəmrud adlı zalım bir padşah vardı. Bir gün İbrahim Nəmrudun yanına gedərək ona bütlərə ibadətdən vaz keçməsini və tək Allaha ibadət etməsini məsləhət gördü. O İbrahimə atalarının yolu ilə getdiyini, onlar kimi ibadət etdiyini söylədi. İbrahim isə onun səhv etdiyini, ibadətə yalnız Allahın layiq olduğunu bildirdi. Rəbbimiz yeri göyü yaradan uca Allahdır. Hər şeyin sahibi O'dur, dedi. Nəmrud İbrahimdən, Yaxşı, bəs sənin Rəbbin nə edir? deyə soruşduqda, İbrahim, mənim Rəbbim həm öldürür, həm də dirildir. dedi. Nəmrud istehza ilə Mən də həm öldürürəm, həm də dirildirəm. söylədi. Dediklərini sübut etmək üçün ölüm hökmü verdiyi 2 nəfəri hüzuruna çağırtdırdı. Birinin edam edilib öldürülməsini, digərinin isə sərbəst buraxılmasını əmr etdi. Sonra isə üzünü İbrahimə tutub, Gördünmü, mən həm öldürürəm, həm dirildirəm. Bir nəfəri öldürüb, digərini isə sağ buraxdım. dedi. İbrahim isə həm ona, həm də ətrafındakılara həqiqəti başa salmağa səy edirdi. İbrahim, Ey Nəmrud, mənim Rəbbim günəşi məşriqdən çıxarır. Gücün varsa, sən də onu məğribdən çıxar. Çünki öldürən və dirildən istədiyini etməyi bacarmalıdır. dedi. Nəmrud İbrahimin dediklərinə cavab tapa bilmədi. Aciz olduğunu anlayıb heyrət içində susdu.